Rusiya Dövlət Duması miqrantlar üçün vətəndaşlıq, müvəqqəti yaşamaq icazəsi və yaşayış icazəsinin verilməsi qaydalarının sərtləşdirən qanun layihəsini birinci oxunuşda qəbul edibdir. Qanun layihəsinə əsasən üzərində məhkumluğu götürülməmiş və ya ödənilməmiş hər hansısa cinayətə görə məhkumluğu olan əcnəbilərə Rusiya vətəndaşlığı, müvəqqəti yaşamaq icazəsi, yəni RVP və ya yaşayış icazəsi, yəni VNJ verilməyəcəkdir. Hazırki qaydalara görə yalnız qəsdən törədilmiş cinayətlərə görə məhkumluğu olan şəxslərə vətəndaşlıq verilmirdir. Müvəqqəti yaşamaq və ya yaşayış icazələri isə yalnız ağır və xüsusilə ağır cinayətlərə görə məhkumluğu olan şəxslərə təqdim olunmurdur. Yeni qanuna əsasən və yeni qanun layihəsi RVP və VNJ üçün müraciət zamanı əlavə tələblər də nəzərdə tutur. Belə ki, əcnəbilər məhkumluğu olub-olmaması barədə rəsmi sənəd təqdim etməlidir. Bu tələb 14 yaşdan kiçik şəxslərə şamil edilməyəcəkdir. Bundan başqa yaşayış icazəsi üçün müraciət zamanı həmin sənəd əvvəllər RVP alınarkən təqdim edilibsə, onun yenidən təqdim olunmasına ehtiyac olmayacaqdır. Rusiyada ən azı bir il çalışan ixtisaslı əmək miqrantları üçün də ayrıca tələblər müəyyənləşdirilir. Onlar yaşayış icazəsi almaq üçün təhsil səviyyəsini, peşə ixtisasını və Rusiyadakı əmək stajını təsdiqləyən sənədlər təqdim etməlidirlər. Qanun layihəsində yalnız Ukrayna vətəndaşları üçün 2 illik keçid müddəti nəzərdə tutulubdur. Bu müddət ərzində onlar RVP və ya VNJ almaq üçün müraciət edərkən məhkumluq barədə sənəd təqdim etməyəcəklər. Və qeyd edim ki, qanun yekun şəkildə qəbul edilərsə, rəsmi dərc olunduqdan 180 gün sonra qüvvəyə minəcəkdir. Qüvvəyə minənədək təqdim edilmiş müraciətlər isə əvvəlki qaydalar əsasında nəzərdən keçiriləcək.